mənə çox vacib idi ki, dövlət proqramında olsun. Və həm də istəyirdim ki, biotip mühəndisliyi, həmişə bilirdim ki, biotip yəni sahəsində təhsil almaq istəyirəm. Ona görə mən çox vacib idi ki, ölkədə, universitetdə o sahədə yəni developed olsun. Siz öz mejorunuzu research eləməlisiniz, çox yaxşı bilməlisiniz ki, hansı ölkələrdə, çünki sonra job market deyilən bir şey var. Siz universiteti bitirəndən sonra və universitetdə oxuyan vaxtı internshiplara müraciət etməlisiniz və çox önəmli olardı ki, müraciət etdiyiniz ölkədə o internshiplar olsun və sonra in the future job marketdə yaxşı olsun və siz bir neçə optionunuz olmalıdır. Bir dənə planınız yox, bir neçə dənə planınız olmalıdır. Çünki birinci plan alınmasa, ikincisine keçid edə biləsiniz. Sonra yəni təsirsiz qalmayasınız. Və həmişə yəni dediyim kimi balans, hər ölkənin plusları və minusları var. Ona görə siz onları bilməlisiniz və öncədən araşdırmalısınız. Bəli, gəlin biraz application prosesdən danışaq. Specifically İngiltərənin applicationından. Application İngiltərə üçün UCAS sistemindən olur. Orada siz 5 universitet seçirsiniz və oraya müraciət edirsiniz. Ən önəmli hissə məncə application prosesdə çox yaxşı bir research və araşdırma aparmaqdır. Çünki mən İngiltərəyə verəndə mən çox imtahan vermişəm və bu imtahanların yəni bəziləri heç mənə lazım olmadı. Da bütün SAT. SAT-ni nə qədər oxudum, nə qədər verdim. İki dəfə vermişdim SAT-ni, amma SAT mənə heç lazım olmadı. Çünki İngiltərə SAT istəmir. Və yaxud da ki IELTS. Mən birinci dəfə IELTS verəndə akademik IELTS vermişdim. Sonra başa düşdüm ki, məndən universitet UKVI deyilən bir IELTS tələb edir. Çünki UK üçün. Və ona görə siz öz requirementlarınızı çox yaxşı araşdırın. Bilin nə lazım deyil. Çünki yəni fərqli şeylərə çox vaxt getməsin, lazım olmayan şeylərə. Və bəli, mən də dokumentlərimi yığdım, apply elədim və sonra offer'ımı aldım. UK-də mən A-level-la verdiyimə görə mənim offer'ım conditional idi. Conditional offer nə deməkdir? Conditional offer mənim A-level cavablarım avqustda çıxdığına görə offer'ı mən almışdım hardasa apreldə, mayda deyəsən. Və mənim cavablarım çıxmadığıma görə mənə universitet dedi ki, bəs yəni requirement marklarına çatarsınızsa o avqustda, yəni gəlin, you're accepted, amma yox. Siz dövlət proqramına, gəlin dövlət proqramından danışaq. Çünki mən dediyim kimi dövlət proqramı ilə oxuyuram Londonda. Dövlət proqramı bizdən nə istəyir? Onların ən böyük requirement'ı bizim offer'ın almağımızdır. Yəni offer'ınız varsa, siz artıq dövlət proqramına müraciət edə bilərsiniz. Həm də siz dövlət proqramına müraciət etmək istəyirsinizsə, siz yəni öncədən bilməlisiniz, universitet dövlət proqramının altına düşür, yoxsa yox. Onu necə bilirsiniz? Hər qış dövlət proqramı bizə bir list çıxarır və orada bütün ölkələr və universitetlər var. Lakin deyəsən o list bu il UK universitetlərinin deadline'ından sonra çıxmışdı. Ona görə mən sizə məsləhət görərdim ki, siz keçən ilin listlərinə də baxasınız və oradan seçəsiniz. Yəni, axırıncı momenti gözləməyin. Offer'ımı aldıqdan sonra dövlət proqramına apply elədim. Orada bəzi dokumentlər də var. Hansını submit eləməlisiniz. Yenə də araşdırma aparmalısınız və bütün requirementlara diqqətlə baxmalısınız. Və ondan sonra dövlət proqramının interview prosesi. Bugün ondan danışmayacağım, amma yəni siz yəqin ki, özünüz bilirsiniz ki, dövlət proqramı interview hissəsi var. Onu keçdiyinizdə daxil olursunuz və inşallah dövlət proqramı sizi götürür. Hər şey tamamlayandan sonra, конечно, viza prosesi. İngiltərə üçün viza prosesi biraz çətindir. Çünki
Yəni mənə o qədər də çətin değildi tələbə kimi. Çünki mən Baberov tələbə vizasına verirdim və mən dövlət proqramı kömək elədi. Lakin sizin valideynləriniz də sizlə getmək istəyirsə, sizə kömək etmək istəyirsə, yəni siz valideynlərinizlə gedirsinizsə, onlar sizdən çox öncə vizaya müraciət etməlidirlər. In my case, mənim valideynlərim biraz geç də deməzdim. Yəni mənlə bir yerdə müraciət etdilər vizaya və vizanı məndən bir neçə gün sonra aldılar. Ona görə mən məcbur oldum ki, 16 yaşında tək gedim və yəni birinci addımları tək götürdüm Londonda. Sonra onlar da mənə join etdilər. Amma yenə də deyirəm, siz valideynlərinizlə və ya özünüz DP proqramsız gedirsinizsə, öncədən müraciət edin. Aha. Gəlin indi arriving in London. London'a geldiğinizde siz уже diye qəbulunuzu aldınız. Her şey güzeldi. Уже London'dasınız. Vizanız da var. Geldiniz çatdınız London'da. Siz burada nəyə fikir verməlisiniz və what could be your expectations? Birinci, mən culture shock'dan danışmaq istəyərdim. Çünki mən Londonda gələndə həmişə hamı deyir ki, yəni mühit fərqli olur, adamlar fərqli olur. Amma biz yəni o fərqliliyi experience etməsək, yəni başa düşmürük. Mən Londona gələndə çox culture shock almışdım. Birinci culture shock'um very funny. Mən öz otağımdaki yataqxanaya girəndə gördüm ki, bizdə 2 dənə kran var. Orada da bu soyuq və isti su bir dənə krandan çıxmır. O benim üçün ən böyük culture shock idi, belə nə deyim. Sonra onların sorry deməkləri. Çox sorry, hər şeyə sorry deyirlər. Yəni nə olursa olsun, onlar sorry deyəcəklər. Sizə dəydi kimsə, ya prosto yanınızdan geçti. Yəni salamdan birinci siz sorry eşidəcəksiniz. Sonra self-checkoutlar, London'da self-checkoutlar var. Bakıda bu o kadar da Bakıda üzr istəyirəm. Okey, siz deyəsən mənim prezentasiyamı görmürsünüz. One second, gəlin mən prezentasiyonu share eləyim. Okey, siz indi mənim ekranımı görürsünüz. Ümid edirəm görürsünüz. Okey, süper, çox sağ olun. Bəli, üzr istəyirəm deyəsən biraz nəsə glitch oldu. Bəli, mən nədən danışırdım? Londona gələndən sonra culture shock. Self-checkout. Self-checkout. Bakıda self-checkout deyəsən bir neçə dənə var, amma yəni Londonda bu çox populyardır. Hər bir marketə, hər bir store'a girdiyinizdə hər yerdə self-checkoutdur. Yəni kömək lazım olsa kömək edirlər, amma yenə də. Və Tube. Tube sistemindən danışım. Çünki mən birinci dəfə Londona gələndə transportation system. Mən birinci dəfə Londona gələndə çox confuse olmuşdum. Bizdə metro deyilir, onlarda buna tube deyilir və bizdə deyəsən ancaq 2 dənə liniya var. Onlarda yəni dəhşət çox liniya var. Siz Google Maps'dan istifadə etməsəniz, I was lost. Yəni mən öz yolumu tapa bilmirdim. Ona görə mən sizə məsləhət görərdim, universitetdən bir neçə gün əvvəl gələsiniz və bu bütün metro sistemini, bas sistemini öyrənəsiniz ki, sonra rahatçılıqla universitetə gedəsiniz. Mən birinci gün çox həyəcanlıydım, TÜBə oturmaq uninin birinci günündə. Ona görə getdim ayaqla, o da 40 dəqiqə çəkir, rahat deyil. Amma tüb çox rahatdır. Şəhərin hər tərəfində yəni bir dənə tüb var. Ona görə mən sizə məsləhət görərdim ki, transportation'a əvvəlcədən gedib görəsiniz özünüz üçün. Və gəlin danışaq housing and student accommodation'dan. Siz indi application'ı aldığınızdan sonra housing'a və student accom'a apply eləməlisiniz.
Accommodation and housing'ı siz necə tapırsınız? Sizin universitetinizin öz accommodation'ı olur və onlar yəni year one tələbələrinə daha çox prioritet göstərirlər ki, housing versinlər. Çünki siz onunla olmamısınız, görməmisiniz, bilmirsiniz necə işləyir. Universitetin accommodation'ından başqa orada private accomlar da olur. Onlara da müraciət edə bilərsiniz. Ya da prosta rent. Yəni bildiyimiz rent edə bilərsiniz. Apartment ya da studio. Mənim 16 yaşım olduğuna görə mən apply eləyəndə mən məcbur universitetin accommodation'ında qalmalıydım. Ona görə onlar mənə provide elədilər. Çox sağ olsunlar. Mənim accommodation'um Stamford Street Apartment adlanırdı. Çox gözəl bir akomuydu. 8 nəfərlə qalırdım eyni mərtəbədə. Sakın. Eyni mərtəbədə 8 nəfərlə qalırdım və bir dənə kitchen'ı share eləyirdik. Qalanı özünüzün olur. Yəni otağınız özünüzdür, hamam tualetiniz özünüzdür. Amma kitchen shared. I was very lucky. Mənim flatmate'larım çox belə messy deyildilər. Çox rahat da danışa bilirdim hamıyla. Ona görə yəni bu çox vacibdir. Siz öz flatmate'larınızla yaxşı relationship qurasınız. Çünki baxmayın da, yəni bir il ərzində onları hər gün görürsünüz, onlarla yaşayırsınız demək olar eyni flatda. Bəli, how to navigate a shared kitchen. Mən deyərdim ki, shared kitchen, yəni öncədən oturub onu danışmalısınız. Kim zibili tullayacaq, hansı gün kim nəyi tulluyur, kim haçan, yəni nəyi tidy eləyir. Bizdə axırda biraz problem çıxdı bizim fricimizlə. Çünki bizə dedilər ki, fricimiz çox belə neakkuratlı idi. Ona görə siz yəni bunları öncədən danışsa, sizdə problem çıxmaz. Yenə də deyirəm, accommodation, fərqli accommodationlar olur. Mən indi öz experience-imdən danışdım. Sizin hansısa sualınız olsa accommodation'dan ona qayıda bilərik. Gəlin Londonun safety-sindən danışaq və ümumiyyətcə Londondan. Biz bilirik ki, London çox diverse bir şəhərdir. Yəni siz gəzəndə görə bilərsiniz, çox fərqli adamlar var. Biz deyirik ki, Bakıda fərqli adamlar var, amma yolda Londonda çox dəhşət fərqli adamlardır. Yəni hər bir defasında adamı görə bilərsiniz. O normaldır. Bütün adamların da danışıq formaları da fərqli olur. Ona görə siz çox open-minded olmalısınız. Hamısını yəni personal götürməməlisiniz. London özü o qədər də mən necə deyim? Mən Londona gedəndən qabaq hamı deyirdi ki, yəni dəhşət dangerous. 8-dən sonra çıxma, səni öldürəcəklər, belə eləyəcəklər falan filan. Amma o qədər də ekstrem deyil məncə. Mən bir il orada yaşadım və əminliklə deyə bilərəm ki, yəni o qədər ekstrem yoxdur. Bəli, bilməlisiniz hara getmək olar, hara getmək olmaz. Amma o qədər sizi qorxutmaq istəməzdim. Demirəm ki, çox belə safedir. Safe deyil, yox. Yəni London, fərqli adamlar var yenə də. Amma yenə də deyirəm, siz bilməlisiniz hara getmək olar, hara getmək olmaz. Telefonları çox snatch eləyirlər, bəli bu düzdür. Siz telefonla şəhərin içində gəzsəz, belə əlinizdə tuta-tuta, yəni çox vaxtlar onu sizdən yəni prosta götürə bilərlər. Mənim öz rəfiqəmdə olub, yanımda keçdilər, onun telefonunu götürdülər. Ona görə bu belə şeylər olur və siz ondan onu avoid etmək üçün mən deyərdim ki, telefonu belə əlinizdə tutmayın içəridə gəzəndə. London özündən danışsaq, siz mühiti başa düşməlisiniz ki, bütün şəhərlərin fərqli mühitləri var. Mən nəyi başa düşmürdüm məncə Londona gələndən qabaq, hava necə olur? Hamı deyir ki, okay, it's always raining, çox soyuq olur. Bəli, rain soyuq, amma mən başa düşmürdüm ki, günəş çox az olur, особенно qışda. Yəni mən səhər universitetə çıxırdım, gecə çıxırdım. Saat 8-də oyanırdım, hələ də günəş yox idi.
Demək olar ki, mən gecə universitetə gedirdim. Sonra saat 4-də kimi universitetdə oturub, yəni evə qayıdanda yenə gecə. Çünki günəş çox tez batır və çox gec çıxır qış zamanı. Adamlar mənə o qədər də mənim yəni mooduma o təsir eləmirdi, amma mən adamları tanıyıram ki, yəni real bir depressiya içində yaşayırdılar qış zamanı. Onları çox pis effekt eləyirdi. Особенно adamlar yəni çox günəşli bir ölkələrdən gələn. Ona görə məncə siz ölkəni seçəndə bunu da prioritetə almalısınız ki, siz o mühitdə, hava mühitində ölmək üçün yaşaya bilərsinizmi, yoxsa yox. Həmişə yağış yağır, yəni həftənin 6 günü yəqin ki, yağış yağır bütün gün. Ona görə umbrella falan, onları da siz bilməlisiniz. Bəli. Gəlin keçid edək universitetə. University Life Londonda Azərbaycandan necə fərqli olur? Yəni mən Azərbaycanda universitetdə oxumamışam, ona görə compare edə bilmərəm, amma mən education system in general kimi, yəni Azərbaycan məktəbində də oxumuşam və Londonda oxuyuram hal-hazırda. Burada sizin dalğıca heç kim qaçmayacaq. Dərsə gəlin, dərsinizi oxuyun, gəlməyin, eləməyin. Yəni heç kimə fərqi yoxdur. Siz ora gəlmisiniz özünüz üçün, özünüz oxumağı seçirsinizsə, okey, amazing. Yox. Siz ora gəlirsiniz, pulunuzu ödəyirsiniz. Çox fərqli adamlar var. Mən adamı tanıyıram ki, oxumur, tanıyıram ki, oxuyur. Yenə də o sizin özünüzdən asılıdır. Heç kim sizi heç nəyə pressure edən deyil. Mən deyərdim ki, ən önəmli faktlardan biri professorlarınızdan tanış olmaqdır. Yəni siz networking edib, bütün classmate'larınızı tanıyın, professorlarınızı tanıyın. Bu mənim professorumdur burada şəkildə. Mən onunla tanış olduğuma görə məni private bir eventə invite eləmişdi. Yəni mən o opportunity-ni belə professorumdan danışmazdımsa tapa bilməzdim. Və universitetdə ümumiyyətcə ən sizə yaxın olan adamlardan biri professorunuzdur. Çünki onlar sizə qapılar açacaqlar. Siz sabah internship axtaranda siz ondan internship götürə bilərsiniz. Və yaxud da ki, o sizə recommendation letter yazmalıdır internship üçün. Ona görə mən deyərdim ki, relationship-ınızı çox yaxşı saxlayın professorlarla, həm də course-mate'larınızla. Çünki sizlə birlikdə onlar da eyni şeydən keçirlər. Siz çətinlik çəkirsinizsə, onlar da eyni çətinlikləri çəkirlər və mən deyərdim ki, ən yaxın və yəni sizi ən çox başa düşdüyü adam sizin yanınızdakı oturandır, sizin course-mate'ınızdır. Mənim course-mate'larım çox kömək eləmişdilər bu il. Mən ümumiyyətcə yəni biyotip mühəndisliyi deyəndə siz başa düşürsünüz ki, yəqin ki, orada çoxlu fizika var. Mən məktəbdə oxuyanda mən fizikanı götürməmişdim. A-level'da biz seçim edə bilərik, hansı subjectları götürürük, oxuyuruq, hansılarını yox. Mən kimya, biologiya və riyaziyyatı oxuyurdum. Ona görə computer programming, fizikadan heç başım çıxmırdı və biraz çətinlik çəkmişdim. Ona görə mən sizə deyirəm ki, siz əvvəlcədən araşdırın, baxın sizə nə lazımdır, nə lazım deyil. Mənə fizika lazım idi, mən onu bilmirdim. Ona görə mənim course-mate'larım mənə çox kömək elədilər. Subject-wise da, mentally da, yəni I'm very grateful. Sonra, burada Londonda təhsil sistemi necə olur? Sizdən heç nə əzbərləmək lazım deyil. Yəni onlar sizə dərsi keçirlər və siz sonra onu praktikada istifadə edirsiniz. Burada şəkillər qoymuşam. Mən indi mühəndislik oxuyuram. Bəlkə başqa majorlarda belə deyil. Amma sırf mühəndislikdə biz hər şeyi hand-on experience kimi qazanırıq. Mən biyotip oxuyuram. Ona görə even semestr 1-də bizdə anatomi dərsi var idi. Anatomi dərsində bizi dissection room aparmışdılar. Bizə yəni hər şeyi göstərirlər, çalışırlar hər şeyi sizə göstərsinlər. Onlar elə fikirləşirlər ki, heç nə əzbərləmək lazım deyil. Görüb onu istifadə etmək lazımdır. Ona görə mənə də bu çox rahat olur. Çünki mən əzbərləməkdə belə profi deyiləm. Məncə hamımız buna relate edə bilərik. Bəli, sonra libraries and study spaces'dan danışmaq istəyərdim. Library, həddindən artıq çox library var. Study space çoxdur. Mənim otağım çox balacaydı. Yəni çox. Siz orada dayanıb 2 addım sağa, 2 addım sola maksimum edə bilərdiniz və salam. Ona görə mənə otaqda oxumaq rahat deyildi. Bizim
accommodation'da lounge deyilən bir yer var idi. Çox vaxt orada oturub dərsimi edirdim. Çoxlu library var. Hər bir hər bir kampusda bir və yaxud da 2 biblioteka var. Ona görə siz rahatlıqla onlara gedib oxuya bilərsiniz. Onlar da 24 saat açıqdır. Hər gün, gündüz, gecə açıqdılar. Çox rahat olur. Amma exam season vaxtı hamısı library-yə gedir. Hamı library-yə gedir deyə çətin olur yer tapmağa. Amma başqa study space-lar da var. Onları da tapa bilərsiniz universitetlərin özündə. Mən indi sırf Kingston danışıram, çünki Kingston oxuyuram. Bu Kingston study space-larından xəbərim var. Bəli. Gəlin indi networking və society-lardan danışaq. Biz İngiltərəyə gəldikdə bizim universitetimiz dediyim kimi, yəni kurs metodlarımız çox yaxın olur, amma yenə də bizim kulturamızı Azərbaycanlılar kimi heç kim başa düşməz. Ona görə most universities, bilmirəm bütün universitetlərdə Azərbaycan society-si var. Mən özüm ASIL deyilən bir Azərbaycan society açmışdım bu il. Siz də Londona gəlirsinizsə, tələbə kimi mütləq qoşula bilərsiniz. Instagramımız da var. QR kodda skan edib WhatsApp qrupamızda daxil ola bilərsiniz. Və yəni bu eventlara getmək, Azərbaycanlıları UK-də görmək, it's very pleasant personally for me. Çox startuplar var, organizasiyalar var, Azərbaycanlılar tərəflərindən, restoranlar var, kafelər var. Yəni ona görə siz orada tək qalmayacaqsınız və bizimkilər sizə həmişə kömək və dəstək göstərməyə hazırdılar. Ona görə mən deyərdim ki, siz mütləq bu networking eventlərə və society-lara qoşulun. Yenə də hamımız at the end of the day Azərbaycanlıyıq. Конечно, bütün universitetlərdə Azərbaycan society-sindən fərqli digər də society-lər var. Onlardan da biraz danışmaq istəyərdim. Mən deyərdim ki, o society-lara mütləq qoşulun. Networking eventlərə gedin. Çünki in my case, mən Londona gələndə heç kimi tanımırdım. Heç bir nəfər də yox idi ki, mən deyə bilərəm ki, okeydə, mən bu adamı tanıyıram. Which is like normal. Çünki siz bu ülkəyə birinci dəfə gedirsiniz, tək gedirsiniz. Heç kimi tanımamaq çox normal bir şeydir. Ona görə məncə narahat olmayın, qorxmayın. Eventlərə, tədbirlərə gedin və orada adamlarla tanış olun. Universitetin öz society-larına qoşulduqda çox society-lar var. Yəni mən əminəm ki, siz bir interestinizi orada taparsınız. Çünki yəni fikirləşdiyiniz nə var, hər şey var orada. Və orada siz adamlarla tanış olursunuz, yenə də sizin kursunuzda olmayan adamlarla və kim bilir, bəlkə orada sizin future co-founder'ınız var, future best friend'ınız var. Yenə də networking eləmək həmişə advantage'dir. O tədbirlər yeni sizə qapılar açır. Sabah internship lazım olsa, bəlkə oradan tanış olduğunuz adamlarla götürə bilərsiniz. Ona görə society-lara və extracurricularlara qoşulmağa məncə çox önəmlidir. Məndən bu qədər. Bu mənim emailım. Sizin suallarınız varsa, in the future suallarınız olsa, emailima yaza bilərsiniz və yaxud da Instagram blogum da var. Mən takip edib oradan da yaza bilərsiniz. Həmişə very happy to answer any questions. İndi isə suallarınız varsa, prezentasiyaya aid olan və yaxud da ki, aid olmayan, çox şad olardım onları cavablandırım. Kimsə sualı var? Mən burası chatı görmürəm. Okey, chatda suallar yoxdur. Kiminsə sualı varsa, yəni mikrofonunuzu açıb sual verə bilərsiniz. Mənim sualım var. Salam. Salam. Mən əslində qalsa formanı dolduranda yazmışdım, amma çox gümanım ki, itib və s. İndi təkrarlamaq istəyərəm. Budgeting sualından əlaqədar bir şeydir. Yəni,
her bir ölkədə belə deyim də cheat yerlər var, hansı ki daha bəlkə affordable'dır, daha more quality and etc. Da some places that we can go and we know that they are good and they are cheap and we can use. Məsəl üçün bizdə Rebus var. Mən həmişə bilirəm ki, Rebusdan yaxşı dəftərlər ala bilərəm və onlar o qədər də baha olmayacaq. Və yaxud da məsəl üçün də Grubo говоря, Rossmann var. Bilirəm ki, orada şampun 7 manatdır və s. 10 ildir ki, Azərbaycanda yaşayıram. Belə yerləri уже öyrəndim. Londonda elə yerlər varsa çox rahat olur. I'm very happy you asked the question. Çünkü birincisi ben size gelin siz defterler dediniz. I remembered something. London'da defter söhbəti çok böyle bir çətin məsələ defter tapmaq. Çünkü mən bilmirəm niyə onlar hamı linyaya yazır. Man, personally, like my whole life, I was writing in square notebooks. They don't have that. They don't sell it in London. So, like, if you prefer writing in square notebooks, so just as a side note, I'd advise you to get something in Baku and just bring it with you. Ama biz danışsaq about like the places siz dediğiniz, London'da it's very popular to have student discounts. Yani student discountlar çok popülerdi. Her yerde var. Sonra başka yerlerden indi mən fikirləşsəm, süpermarketler, büyük süpermarketlerde, by the way, Azerbaycan'daki kimi değil. Bütün süpermarketlerin farklı qiymətləri var. Even if it's the same chain, yani biz bildiğimiz Tesco, Sainsbury's var orada. Yani market, eyni Tesco. Şəhərin bir tərəfində və o birisi tərəfində fərqli qiymətləri olur. Və nə qədər market balacadırsa, o qədər də qiymətləri yüksək olacaqlar. Especially Central London'da. Çünki Central London'da yəqin bilirsiniz, rent çox bahadır. Ona görə marketlər məcburdur ki, qiymətlərini qaldırsınlar. Ona görə mən məsləhət görərdim ki, weekly grocery shopping veya ki monthly grocery shopping'a siz daha büyük bir markete gidersiniz ve orada shopping'ınızı eləyəsiniz. Çünkü yine de it's gonna be more affordable. Sonra bütün marketlerin öz kartları olur. Onu da mən deyərdim mütləq şəkildə alasınız, götürəsiniz özünüzə. Çünkü onlar da size çok faydalı bir yani skitkalar elde edebilirsiniz onlarla. Ve de siz London'a geldikdə 19 yaşınız, if I'm not mistaken 19 və yaxud da ki 18 yaşınız olmayıbsa, siz Oyster card for under 18 Oyster card alabilirsiniz. Oyster card nədir? Siz Tube'a gedən zaman metroya və yaxud da ki avtobusa oturan vaxtı o Oyster cardla yəni aplata eləsəz, onda sizə 50% endirim edilir və 18 yaşınız yoxdursa, sizin üçün avtobuslar pulsuz olur. Ona görə yəni top priority kimi məncə fikrinizdə saxlayın, Londona gələndə o Oyster cardı mütləq şəkildə alın. Even sizin 18 yaşınız varsa, fikirlərimə Oyster card alın, çünki yəni siz metroya kartla aplat eləsəz, orada metro necə tap in tap out deyilən bir şey var. Metroya girəndə kartınızı tap edirsiniz və çıxanda bir də tap edirsiniz və based on the distance that you traveled, pul çıxır sizdən. Siz öz kartınızla onu tap in tap out eləsəz, onda sizdən 1 saat içində 3.3 pound çıxır. Yəni for one price 3.3 pound məncə çox bahadır. Amma Oyster kartı alanda o qiyməti zaten aşağı salır. Ona görə deyərdim ki, mind that. Başqa yerlər indi ağlıma gəlmir. Yəni, amma Londonda olan vaxtı siz məndən sorursunuz, mən yəqin ki, sizə daha yaxşı bu barədə məlumat verə bilərəm. Çünki yəni, çox belə məqamlar var ki, siz onlara fikir verməlisiniz. Amma yəni də hər getdiyiniz yerə məncə student discount soruşun. O var. Bir də applicationlar var, Unidays. Unidays və Student Beans, orada da çox fərqli student discountlar və student tələbələr üçün fərqli aksiyalar olur. Brendlərə, orada bizə deyəsən 50% indirim var Zara üçün. Ona görə yəni belə yerlərə də məncə belə applicationlarda download edəsəz sizə çox faydalı gəlir. Çox sağ olun.
I will keep it in my mind. Thank you. You're welcome. If you have any more questions anytime, feel free to like just email me or text me on Instagram. I'll be more than happy to help. Diğer sorular varsa? Okay, kiminse sualları olsa yine de e-mailimden, Instagram'ımı göstereyim. Ne vaxt sualınız olsa mənə yazıb və yaxud da onunla gələndə meetup etmək istəsəz, I am more than happy. Kömək eləyə bilərəm. Onunla birlikdə gəzib baxa bilərik. Məndən bugünlük bu qədər. Çox sağ olun ki, bir də siz boş oldunuz, suallarınızı verdiniz, mənə qulaq asdınız. Ümid edirəm bu slaydı hamı gördü. Ki məncə burada mitingimiz başa gələ bilər. Asapdan kimsə nəsə demək istəyirsə. Təşəkkürlər Səbinə xanım. Çox sağ olun. Bugünkü görüşümüz ümumiyyətlə bir məlumat vermək istəyirəm ki, xaricdə təhsil alan tələbələr üçün təşkil olunur və təhsil almaq istəyən tələbələr üçün daha doğrusu. Bu görüşlər mütəmadi keçiriləcək. Bundan öncə qeyd etdiyimiz kimi İtaliyada təşkil olunmuşdu. Daha doğrusu İtaliyada təhsilə qəbul olan gənclər üçün təşkil olunmuşdu. Bu görüşümüzdə də biz İngiltərəyə həsr elədik. Bu arada onu da qeyd etmək istəyirəm ki, buradakı gənclərə Səbinə xanım həmçinin bizim ASAP London nümayəndəsidir. Ona belə deyək, yeni fəaliyyətində uğurlar arzulayırıq və bugün bizimlə olduğu üçün təşəkkür edirik. Çox sağ olun hər şey üçün, qoşulduğunuz üçün, bizə belə dəyərli məlumatları bölüşdüyünüz üçün təşəkkürlər. Çox sağ olun, çox sağ olun. Mən də çox şad oldum.